Dünenleri dediğim bugün oldu. Ne değil? Kargo atılımı gelir. Bir, iki, üç. Maraqlısıdır ki, en maraqlısını sona saklayacağım bu kutunu. Bunu ortada, yani ikinci olarak atacağım. Bunu olarak ilk olarak başlayacağım. Ben görüş ne yapacağım. Bu videoda biraz problem var. Ses birinci desin, gəlir görüntü sonra. O yüzden mən ne deyir dostlar, kamera vaxtı. Ben ne deyir. Anne gönderdin o zaman. Evet, bu ne yok. Vay, albom. Dostlar, bakın. Kutunu gönderdi. Lan. Kutunu böyle mi gönderdiniz oğlum? Kutunu niye zırıp gönderdiniz? Arkadaşlar kutunu zırıp gönderdiler bize. Kutunun üstünü inceleyək. Futbolun yıldızları böyle göstermişler üstünde. Ben gördüğüm Vinicius Junior, Neymar, Bellingham, Mbappe, Arda Güler, Lamine Yamal'ın da böyle şəkli var. Tərtəndəki Messi, Haaland, Ronaldo, eyni şeyler. Baxın, paskaları var belə deyil. Bir göstərə gələ bilər. Nə toplamda? Hemen bakın, paskalardır. Atılımlar sonra gələcək. Növbəti videolarda inşallah. Özel bir seri olarak hələ bunlar. Bakın belə. O sonra keçək bu kargo atılımı olarak. İkinci kutumuza keçək. Buna. Bu en şeyden gəlib, en gec olan yerindedir. Adına gəlib. Bu qalan məhsullar isə hədiyyə göndərmədiniz oğlum. Mahalle bir adet limited edition plus elde kart Panini 2014-2015 sezonundan, evet, Fenerbahçe, Galatasaray ve Beşiktaş'ın kartları. Hadi o zaman alsak bunu limited edition inceleyelim. Şöyle bak. Limited edition olarak ne çıkardık? Koyak bir kenara. Evet, limited edition. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 tane böyle paketli. Paketimizde təhvilənən buraxılmazı tanıdım. Hər paket 6 tane. Bir de kutu belədir, bunu göstərən evvela. İçində belə şey var. Yine böyle bir şey var ve bitti. Masaklaları nəyə görə qoymuşsunuz? Dağılmasın değil mi lan? Təzən masakanı sokaq yerinə. Masakanı çıxaracaq. Hatta qoysam böyle limited edition'a baxaq. Vay, özel karttan Atiba Hutchinson, Beşiktaş. Evet. Özel kartımız Beşiktaş'tan. Arkadaşlar parıltılı karttan efsane de ha. Evet, orta sahadan. Yani müdafiəçi. Bunun aslında gələcək 4, 5, 6, 7, 8, 9. Növbəti dəfədə bundan alacağım inşallah. Bəyənsəm əgər. İçlərində bəlkə onların özel kartları zaten çıxsa gəlir. Yəni bunu araşdıraraq bunlar kimi nələr çıxacaq. Sənin baxaq. Made in Italy. Lan nasıl olan İtalya? Yəni içərisində hər paketdə 6 dənə kart var. Deməli, standart kartlar çıxır. 60 dənə, 3 dənə logo kartı çıxır, 6 dənə genç yetenek çıxır. 9 dənə taraftarın gözcəsi olan kart, 3 dənə kaleci çıxır. 3 dənə super ikili çıxır. 3 dənə efsane oyuncular çıxır. 9 dənə kit oyuncusu var. 3 dənə yardımcı oyuncusu var və 2 dənə checklist kartları var. Özel kartlara dikkat, ihtimaller ortalama olarak verilmiştir. Bir paketin içerisinde özel kartların sayısı değişebilir. Her pakette özel kart olacak diye bir kural yoktur. Evet, bitti. Bu da 201 kart. 101 kart niye üstüne yazıyor o zaman? Toplam 101 tane veriyor. Yok, 6 tane nasıl? 6 defa 9, 54, bu da var 55. Neyse, bunu koyaklara. Hemen özel seriyamızda manat olmayayım, videomuz öyle var. Devam edelim. Dördüncü de yani. Bugün aslında bəli olacaq. Süper golden bir atacağıq. Nədirəm maraqlı bir kartlar gəlir. Bunu üstünə bağlayaq. Kutunun tasarımını yaxşı görürsən, istədiyim kartları bunu saxlayacağım. Bir hemen özel kartım var, onu göstereceğim sonra, ama indi gələk əsas məsələyə buna. Kutudan böyle nələr çıxacaq.
Oğlum niye her tarafı bantladınız? Bu ne lan? Bu kartı değil mi? Abi de o değil. Ha bu değil. Arkadaşlar. Tamam. Yani el bombası yandım. Oyda. Bu neçə əsrəmə atacağım qardaş. Bu ne be? Oha. Dostlar, Kutulya'ya üstüne bana bir tane hediye kart göndererseniz 2017-2018 sezonundan bir paket kart gönderebilir. Çok sağ olsunlar. Allah razı olsun bunu gönderenden kardeşten. 2017-2018 Premier Lig hatta. Hem de İngiltere kartları gönderirler. Ne dostlar, buyurun. Hava kutudu. İki tane garanti. Var olsunlar bunu gönderenler. Bu mesela Tex'in 2017-2018 Premier Lig kartlarına bakacağıq. Həqiqətən bundan sifariş verməyi mən istəyirdim. Prosta qiyməti bir dənə tək paket 9 manat 95 qəpik idi. İçindən 6 dənə belə kart çıxır. Təşəkkürlər həqiqətən mənə 9 manat qabaqlarına saldığı üçün. Allah razı olsun. Siz də istəyirsinizsə əgər hədiyyə qazanmaq, yazırsınız Trend Yolun sual-cavab bölümünə ki, qardaş, mən bu kartı almışam, bir dənə qrupumu mənə hədiyyə göndər. Bu da ki, sevə-sevə göndərirlər. Və bir dənə paket elə belə bir paket göndərirlər. Kutunu açtı. Şöyle kutudan bize kartlar çıkıyor. Ne lan? Kutudan oho! 2 tane limited edition kartı daha. 8 tane. 8 paket. İnanabilirim. Özlerimi inanabilirim. 2 tane forvet. Bakın Borussia'nın forveti. Pierre-Emerick Aubameyang 90 atak. Limited edition. Forvet Barcelona. Lionel Messi. Baba 3 tane limited edition kartımız var ama en güzelleri bu Messi'ydi arkadaşlar. Bakalım elimizde 1, 2, 3, 4, 5, 6, 7, 8 tane kart var. Elimizde de 6 tane small'da 48 kart. 50 tane kart, bak belə 50 tane kart 20 nəsə manata. Mənə bunlar yazılıb, içindən araşdıraq mı? Vaxtımız var üçün araşdıraq elə. İçərisindən toplanda belə böyük bir kutu da deyil olur. İçindən 450 dənə belə kart çıxır. Bunlardan YouTube səhifəsində yazıblar. Bunlardan da mənə limited edition var. İspanya klublarından çıxabilir, Fransa klublarından çıxacaq, Ukrayna klublarından çıxacaq, Türkiyədən çıxacaq, Polşadan çıxacaq. 20 paketdə hat-trick edən futbolçu var, özəl paketlər var. Bronze limited edition kartları var. Gold limited edition var, silver limited edition var. Duo kartları var. Ev neyse, ama belə. Paketimizi de böyle gösterim sizlere üstünde Sergio Aguero, Robert Lewandowski, Marco Reus, Lionel Messi ve Cristiano Ronaldo şəkli var. Dostlar, həqiqətən çox sevincli bir andı bu mənim üçün. Təşəkkürlər həqiqətən dostlara. Həm mənim üçün yəni belə özel olarak kart göndərdikləri üçün Allah razı olsun deyirik. Abi bunu da böyle büyük kutuya koydular. Hele bilmiyorum bu boyda bana bir şey gelecek ama olsun. Vallahi hakikaten 2016-2017 sezon için o vaktin muhteşem futbolcular vardı bilirsiniz. Bir de elimde böyle bir paketimiz. Bir paket. 2 tane limited edition'ımız var. Lionel Messi ve Marco Reus dedim ama Aubameyang şimdi kararasını bitirdim mi bitirmedim onu bilmiyorum ama arkalarını da inceleyeceğim ben. Bakın. Lionel'e Champions League var bir tane ona be. Ulan buradan Qarabağın kartı çıxabilir mi? 2016-2017'de Qarabağ Çempionlar Liqasındaydı. Mənə çıxsayalı olar. Həqiqətən də limited edition. Və elimizdə bax belə də kartlar var. Açılımı birazdan. Toplam 200 tane orada kart var. Hocam.
Bir dənə belə kart göndərmələri məni çox sevindirdi. Həqiqətən Allah razı olsun. Alışlayıram. Həm Cargolux, göndərən Cargolux firmasına dərin təşəkkürlərimi bildirəcəm. Həm Süper finalin futbolun yıldızları 2025 seriyasını bax belə mənə göndərənlərə dərin təşəkkürlərimi bildirirəm. Hamısına Allah razı olsun deyirəm. Həm Metex 2016-2017 sezonunun satçısı olan qardaş kimsə ona da təşəkkürlərimi bildirirəm ki, üstündən də baxın belə mənim Metex Premier Lig 2017-2018 sezonu göndəriblər. Məndəki olan isə 2016-2017-dir. Və aynı zamanda bunu göndərən və bunun da üstünə bax belə hədiyyəni qoyan Panini'nin orta saha bir kartını mənə göndərən qardaşlarım hamısına Allah razı olsun. Canlarım, fanlarım, hamınızı çox sevirəm. Amin Quliyev kanalına abunə olub like atın ki, belə qırğın kargo videolarımız yerə gələcək. İnşallah gələn ay kargo videomuz var. Hazır olun sizi.